Salam, axşamınız xeyir olsun. Değerli izləyicilər, axşama doğru ona görə də axşam deyirəm. Axşam xeyir. Bu da bugünkü mənim menüm. Kotlet eləmişdim. Ərişdiyi düyü ilə eləmədim. Elə xoşlamırlar. Belə spaget kimi xoşlayırlar, amma düyü qatanda xoşlamırlar. Ona görə də ərişdiyə düyü qatmadım. Düyüsüz pişirdim. Kotleti elə bil ərişdiyini süzdüm. Yağa tökdüm, doğrusu. Üzərində də kotletlə. Bu da bugünkü yeməyimiz. Yəni kotletləri çox paylaşmışam. İstədim ərişdiyə görə, ərişdə də ev kəsimli ərişdədir. Özüm kəsməmişəm, amma pay göndəriblər rayonuna, evdə kəsilmə. Ərişdə düyü buna yanına yaraşan kotletin yanına. Ərişdə də düyü də süzülmək olar. Spagetti, verməşil makaron fərqi yoxdur. Allah hər bir ilişiyə çoxlu bol ruzi yetirsin, bərəkət yetirsin. Tüm hazırlasadanmış olsun. Göz haqqınızı da halal eləyin. Kanala dəstək olanlara da dərin minnətdarlığımı bildirirəm. Çok sağ olun, Allah'ınız var olsun. Yine de devam edin kanala takip eləməyə, like eləməyə devam edin. Göz hakkınızı halal edin. Yeniden görüşmək ümidi ilə. Sağ olun, sağlıkla qalın.